Salamlar, mən sizə bugün öyrədəcəm ki, lüks yolunda 9 roundu necə eləyirlər 125 round olur. Onun üçün biz açırıq otaq. Adını Polebet Vizemlə yox. Elə düz qoymuşduq, Polebet Vizemlə. Belə otağın adı belə yazılmalıdır, Polebet Vizemlə. Və biz yolu lüks qoymalıyıq. Lüks qoyduqdan sonra otağa kod qoyaq ki, bizə mane olmasınlar. Otağı yaradaq. Aha, yaratdıq. Biz həmən kimi daxil oluq chat engine'yə və deməli bu kodu tez gətirim. Aha, deməli giri prosesor seçirik point blank. Həmən kimi point blank open. Bunu eləyirik avoid opats və bu kodu atırıq. Yox, bura atırıq. Bu kodu mən sayta qoyacağım, siz götürərsiniz. Freska ilə vurub və gözləyirik. Aha, znaçeniyanı tapdı. Biz daxil oluruq. Znaçeniyə profesör eləyirik. Aha. Deməli, siz burada bu kodlar arasında görərsiniz. Deməli 2 dənə 10 var burada. 2 dənə 10 görəsiniz. Baxın, 5 rounddur. Mən bu yuxarıdakı 10'u eləyəcəm indi 28 eləməliyik. 28. Gördünüz, round yoxa çıxdı. 28 edəndən sonra vəsə chat engine'ini həmən kimi qaydasında yerinə qaytarırıq. Aha, sadəcə oyuna başlamamışdan əvvəl vaxtı 2 dəfə sağa, 2 dəfə sola eləyirik və oyuna başlayırız. Kodu ləğv eləyirik buradan. Adamları çağırırsınız, proaktiv oynuyorsunuz. Yəni oyunda yazılacaq 9 round sizə görsənəcək, amma 9 round olanda 10 olacaq, 11 olacaq, keçəcək. Yəni alınacaq roundlar. Yəni round qutara bilər, ortalıqda qutarar. Yəni 125-də qutarmaz, qutarar. Mən də indi eləmişəm, məndə qutarıb 98-ci roundda qutardı məndə.